Əlimdə bilirsiniz nə qədər görüntü var. Bu yağışdan 6 ay əvvəl yağmışdı da. Heç mi o vaxtdan bu yana heç nə dəyişməz. Bu yağış 10 gün yağsa bizim halımız necə olar Allah bilir. Yağış 2 günə kəsdi. Kəsməsə biz bilirdik belə olacaq. Təbii ki bilirdik. Çünki bizim üçün bu adət halıdır. Yenə yağış yağıb şəhərimizin bütün kosmetikasını apardı. Titanikdə olanlar o hadisəni bir dəfə yaşayıbsa, biz hər yağışda bunu yaşayırıq. Siz Allah bu görüntülərə baxın. Adam elə bilir Yaponiyadakı tsunami çəkilişidir. Amma elə deyil. Bu sadəcə gecədən yağan yağışdır. Bağırov körpüsü hamam vannasına çevrilib. Bu körpüləri tikəndə yağışı nəzərə almırdılar. Deyəsən körpünün layihəsini çəkənlər çox pozitiv adamlardır. Onlar ancaq günəşli günlərə inanır. Ona görə də yağış yağma ehtimalını hesablamırlar. Orada xarab olan maşınların aqibəti necə olacaq? Tək bu körpü deyil ziyan çəkən. Həzər Aslanovda bir idman zalı suyun altında qalıb. İndi buna da deyin ki, həm basen, həm fitness klub. Nə pisdir? Xahiş edirəm, buna normadan artıq yağış yağdı deməyin. Dünyanın hər bir yerində fasiləsiz yağış bir gün yağa bilər. 1000 ildir bu yağışdan İngiltərədə yağır, amma belə problemləri yoxdur. Deputat Arzuxan Əlizadənin verdiyi müsahibə diqqətimi cəlb elədi. Deyir ki, problemin kökü kanalizasiya xəttlərinin olmamasındadır. Bir də şəhər ətrafı sənədsiz evlərin tikintisindədir. Bəli Arzuxan müəllim, əslində bu yağış o qədər də qorxulu deyil. Bizim sadəcə küçələrimizdə normal drenaj sistemi yoxdur. Cəmaət yağışın suyunu içməli suya çevirir, nə bilim enerjiyə çevirir. Biz hələ də dizə kimi suyun içində qalmağın dərdindəyik. Əlimdə bilirsiniz nə qədər görüntü var. Mən susuram, siz fərqli küçələrdən olan görüntülərə baxın. Görün paytaxt şəhəri bir gecəlik yağışa necə təslim ola bilir. Bu yağışdan 6 ay əvvəl yağmışdı da. Heç mi o vaxtdan bu yana heç nə dəyişməz. Sabunçu tunelini yenə su basıb. Yadınıza salın ki, keçən dəfə su basanda burada 2 nəfər boğulmuşdu. O gündən bu yana bu tunel üçün heç bir iş görülməyib. Mən təklif edirəm ki, bu tuneli ümumiyyətlə sökək, su saxlamayan formada tikək. Ya da bu tunelin sağını solunu çəpərləyək, hovuz kimi işlədək. Çünki belə yol dünyanın heç bir yerində yoxdur. Bir gecədə 31 nəfər təxliyə edilib tuneldən. Düzəltməmisiniz cəhənnəm. Heç olmasa yağış yağanda tunelə gedən yolları bağlayın. Ən azından bilərik ki, o yollar ümumiyyətlə yoxdur. Bu yağış 10 gün yağsa bizim halımız necə olar Allah bilir. Avtobusun içində dolan suya baxın. Əvvəl Amerikadan, Yaponiyadan gələn işlənmiş maşınlara deyirdilər ki, yoxla gör suda batmayıb. Artıq bizim bazarımızda olan maşınlara da keçərlidir bu söz. Çünki hər yağış yağanda gözümüzün qabağında neçə maşın batır. Baxa bilərsiniz, xalqlarda yol çöküb, maşın çuxura düşüb. Maraqlı bir şey olur, maşınlar girib yerə. Kanalizasiya sisteminin olmamağını keç, yolun örtüyü də su axımına davam eləmir. Külək əsir, ağac aşır. Bunu başa düşmək olar. Hərçənd o ağaclara da yaxşı qulluq olunmur, onu da bilirik. Amma bu küçələrin gölə çevrilməsinə heç bir haqq qazandıra bilməz. Yaxşı ki, biz okean ətrafı ölkə deyilik. Bir tsunamiyə yoxa çıxarıq. Artıq o yerə çatmışıq ki, insanlar yağışın fəsadları ilə məzələnir. Məsələn, bu görüntülərə heç təəccüblənmirəm. Və həqiqətən də oradan balıq çıxsa, ona da təəccüblənmərəm. Çünki şəhər az qala Xəzər dənizinə birləşib. Balıq nə bilsin bura haradır? Üzdü də. Bu yağış 2 günə kəsdi. Kəsməsə su altında qalmış əfsanəvi Atlantida yalan olacaq. Ən azı Qız qalası 1000 il əvvəlki əzəmətinə qayıdacaq. Yenə divarlarına ləpələr dəyəcək. Düzdür, bu əvvəl kimi şəffaf təmiz su olmayacaq. Çünki yağış yerə dəyəndə palçığa dönür. Nəzərə alsaq ki, firmalar, fabrikalar bugünkü gündə də zəhərli maddələri gölə axıdır. Yerdəki suyun halı necə olacaq? Aydın. Deməli hadisə budur ki, bir vətəndaş Sopsanın zəhərli maddələrini gölə axıtdığını iddia edir və nazirlik bununla bağlı hərəkətə keçir. Hal-hazırda da bunun araşdırması gedir. Görüntüləri də sizə göstərə bilərəm. İndi bu iddia həqiqətən də öz yerini tapsa necə olacaq? Bunu eləyən adamlarda heç mi vicdan yoxdur? Onlar deyəsən həmin gölün ətrafında yaşamırlar, ona görə də heç narahat olmurlar. Çirkab su olsa yenə də göl zamanla öz-özünü təmizləyə bilər. Amma kimyəvi maddəni təmizləyə bilməz. Və bu çox ciddi fəsadlara yol aça bilər. Həm təbiətin qabağında acizi, həm də ona zərər verir. Bu gedişlə bu planet növbəti 100 illikdə cəhənnəmə dönəcək.